Salam. Time 2025-ci kitabından bir suala baxırıq. MIG sertifikasiya tipli bir sualdır. Diqqətli olun. He couldn't understand why she had left him without a word. O başa düşmədi ki, o onu niyə sözsüz tərk etdi. Baxın, couldn't understand inkardır. Və inkara inkar, təsdiqə təsdiq verməliyik. Bu ayrıcı sual deyil. Nöqtə varsa bilin ki, yuxarıda nədirsə aşağıda da olmalıdır. Deməli, inkardırsa biz qələmimizi götürək, görək götürə bilirikmi? 2 dəqiqə. Yox, burada yaza bilməyəcəm. Bağışlayın məni, bu proqramda yazılmır. Deməli, inkardırsa təsdiqləri götürürük, təsdiqləri silirik. A bəndi getdi, B bəndi silindi. C, D, E arasında qalırıq. Cavabımız C bəndi. We couldn't either. D-yə baxır. Nor, couldn't olmaz. Hər ikisi inkar olmaz. E-dəki səhvimiz isə neither, she could yox. Could she olmalıydı. Cümlənin artığına baxın. Burada inversiya olmalıdır. Ona görə də cavabımız C bəndi. Belə nəsə sualınız varsa şərhlərə yaza bilərsiniz. Bəyəndisə like edib abunə olmağı unutmayın. Hələlik.